Ailəlikcə kiçik bir səfərə gedir və istədiyim uşaqlarla yolda xərcləri necə qənaət edirik, onlardan danışım. Səyahətə xərclər qarışmasın deyə Emilə Kartmana Junior sifariş etmişəm. İndi bu kartın 5 əsas özəlliyini göstərəcəm. Birinci məsələ, onlayn sifariş edə bilirəm və tamamilə pulsuzdur. Səfərdə valyuta dərdi də yoxdur. Manat, evro və dollarla sifariş edə bilirsiniz. Proqramda ən əsas hissə məhz burada tapşırıqlar bölməsidir. Çünki siz öz telefonunuzdan uşağa tapşırıq yarada bilirsiniz. Məsələn, Miyanın evini yığışdır və yaxud da yolda 2 səhifə kitab oxu. Bu da uşaq üçün hər tapşırıq həm məsuliyyət, həm də balaca gəlir deməkdir. Emil ilk kartı ilə bizə səfərdə kofe sifariş etdi. Bu onun ilk xərcləməsidir və buna görə həm də kəşbək qazanır. Mama, mən qalan pulumu xəzinəyə atacağam. Rabitə Juniorda xəzinə bölməsində uşaqlar həm də yığmağı öyrənir. Bu hissə mənim üçün xüsusi dəyərlidir, çünki baxaq Emil ümumiyyətlə nə qədər yığa bilir. Futbol fanatı olaraq Emil Barselonanı çox görmək istəyir. Mən də düşündüm ki, özü elə bu yığımını etməlidir. Ən əsası isə mən istədiyim an kartı dondura, limitləri dəyişə və bütün xərcləri görə bilərəm. Çünki bütün bu kontrollar mənim telefonumda Rabitə Mobile üzərindən gedir. Yəni hər şey olduqca şəffaf və təhlükəsizdir.